xəstə dünən bazar günü Şamaxı rayonundan çox ağır vəziyyətdə bizə gətirilib. Qan itirmə hesabına dəyərlər həddindən artıq aşağı idi. Dünəndən xəstəyə infuzion terapiya, reanimasyon tədbirlər aparılıb və qan parametrləri düzəldəndən sonra qanaxmanın səbəbi uşaqlıqdakı submukoz mioma olduğu üçün qərarı almışıq ki, uşaqlığı xaric edək. Bugün vəziyyət hələ imkan verir. Biz bunu əməliyyata almışıq. Əməliyyat texniki cəhətdən də qan itirmə hesabına çox çətin keçdi. Amma nəticə yaxşıdır. Uşaqlıq çıxıbdır. Qanaxmanı saxlamışıq. Anestezioloqun verdiyi məlumata görə vəziyyəti stabildir. İnşallah xəstə sağ-salamat evinə gedər. Mən buradan istifadə edib bütün qadınlara demək istəyirəm ki, özünüzü ağır vəziyyətə salmayın. Müasir dövrdə hər cürə müayinə metodu var. Vaxtında aydınlaşdırın qanaxmanın səbəbini və vaxtında yardım alın. Bu cür ağır vəziyyətlərə düşməyin. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.